Dünya ilə tanışlıq, saysız-hesabsız səyahətlər, hər liman yeni bir macəranın başlanğıcı. Amma dünyada elə bir yer var ki, o mənə hər şeydən əziz, hər şeydən doğmadır. Xəzər sahili. Mən burada böyümüşəm. Burada pərvəriş tapıb, buradan dünyaya ayaq açmışam. Gəzib gördüklərim və yaşadıqlarımdan bir həqiqəti dərk etmişəm. Qürbət cənnət olsa belə vətəndən yaxşı deyil. Budur, öz limanımızdayam. Söhbətimizin dalğası hansı sahilləri döyəcləyəcək deyə görüş yerinə doğru addımlayıram. Geç sahilden karış karış dalgalarla kayna karış. Sahil tanış, dalga tanış, getir bulut yağır yağır. Sahil tanış, dalga tanış, getir bulut yağır yağır. Yine deniz tanış deniz, dalgalarla tanış deniz. Yine deniz tanış deniz, dalgalarla tanış deniz. Çox gəzən, çox bilər. O da belə bir insandır. Səyahətləri və qələmə aldığı rəngli limanları təsvir etməkdə özünə məxsus üslubu olan bir adamdır. Azər Qərib qonağımızdır. Tanış, yağır yağış, tanış tanış, sükut tanış, bulut tanış. Əslində Azər Qərib bugün tamaşaçıların tanıdığı səyahət proqramlarından kənar tamamilə başqa bir sahənin insanıdır. Bu vaxta qədər keçdiyiniz yol sizin üçün bir seçim idi, yoxsa gələcəyə hesablanmış xəritə? Burada iki məqam var. Biri məcburiyyətdən doğururdu, biri də istəkdən. Məcburiyyətdən o idi ki, 90-cı illər birisi ağır illər idi. Arzunun dalıyca yox, çörəyin dalıyca gedirdi. Yəni çətin illər idi. Amma istəyim, arzum həmişə jurnalist olmaq olub. Şadam ki, gəlib çatmışam buna. Yəni jurnalistikaya gəlmişəm. Öz şərqşünaslıq fakültəsini bitirmişsiniz. Bu sizin üçün nə qədər maraqlı idi? Mən şərqşünaslıq fakültəsinin seçimimdə iki amil var idi. Biri o idi ki, mən jurnalistikaya daxil olmaq istəyirdim. Həmin il jurnalistika fakültəsinə qəbul yox idi. Rus bölməsinə qəbul yox idi. Ona görə mən şərqşünaslığa getdim ki, dedim jurnalist xarici dil bilsə daha yaxşıdır da. İkinci amil isə biraz bəlkə ola bilsin ki, pafosla səslənir. Mən poeziyanı çox sevirdim gənclik zamanlarında və arzularımdan biri də o idi ki, Ömər Xəyyamı orijinalda oxuyum, öz dilində. Yəni bu iki faktorlar birləşdi, ona görə mən şərqşünaslıq fakültəsinə daxil oldum və çox da razıyam. Düzdür, mən ixtisas üzrə heç bir gün də işləməmişəm, amma seçimimlə razıyam. Bioqrafiyanızın müəyyən mərhələlərinə baxanda xarici ölkələrlə əlaqələr fəaliyyət sahənizin həmişə mərkəzində olub. Belədir? Mənim həyatım həmişə xarici əlaqələrlə sıx bağlı olub. Çünki mənim ilk iş yerimdə bugün SOKAR adlanan, o vaxtsa Kosmoneft və Azneft adlanırdı o şirkətlər. Mənim ilk iş yerim orada olub, xarici əlaqələr şöbəsində çalışmışam. Və elə o gündən bu günə qədər mənim fəaliyyətim xarici əlaqələrlə bağlıdır. Azər müəllim, verilişimizin növbəti rubrikası Lövbərdəsən rubrikasıdır. Çox maraqlı bir rubrikadır. Marağı nədən ibarət olacaq? Mən istərdim ki, siz həyat hekayənizin lövbərindən danışasınız bizim üçün gün. Baxın, gözəl bir mənzərədir və gəmimiz burada bugün lövbər salıb. Mən də istərdim, siz də öz həyat hekayənizin lövbərindən danışasınız. Məncə istənilən insanın lövbəri onun vətənidir, onun ailəsidir, doğmalarıdır. Yəni insan öz həyatını nələrsizsə təsəvvür etmirsə, məsəl üçün yaxınlar olmadan, ailə olmadan, vətən olmadan, sevimli şəhər olmadan insan necə yaşaya bilər? Mənə də lövbərim elə Bakıdır, ailəmdir, yaxınlarım. Vətənimdir.
O dəniz səyahətlərində çox olmusunuz. İstərdim ən maraqlı, ən yadda qalan dəniz səyahətlərinizdən birini danışasınız bugün bizim üçün, tamaşaçılarımız üçün. Mən 6 dəfə kruzlara çıxmışam. Ümumiyyətlə mən kruz səyahətlərini, dəniz səyahətlərini çox sevirəm. Deyim nəyə görə? Ona görə ki, məsəl üçün avtomobillə səyahət edirsən ya qatarla səyahət edirsən, bir neçə şəhər, bir neçə ölkə görmək istəyirsənsə, onun bir məişət problemləri var. Hər gün gərək durasan, çamadanı yenidən yığasan, sonra oteli dəyişəsən. Kruz gəmilərində elədir ki, bir dəfə gəlirsən, öz otağına girirsən və bir həftə, 10 gün, 2 həftə bütün dünyanı, bütün ölkələri bir neçə ölkəni gəzirsən, bir neçə şəhərləri gəzirsən. Bəli. Ona görə dəniz səyahətlərini mən çox sevirəm. Amma deməzdim ki, hansınısa ayırıram, hansısa daha yaxşı idi, hansısa pis idi. Çünki hamısı yaxşıdır. Mən Karib dənizində də olmuşam, Aralıq dənizində də olmuşam. Bunların içində ən çox sevdiyiniz, yadınızda qalan? Bütün dəniz səyahətlərim yadda qalan oldu. Hamısı maraqlı idi, ayıra bilmərəm. Amma ən egzotik əlbəttə ki, Karib adaları ilə olmuşdu. Çünki həm gəmidə olan sərnişinlər fərqli idi, daha çox qaradərililər idi. Həm musiqi fərqli idi, həm də adalar çox egzotik idi. Məsələn, Barbuda, Antigua, Dominika, belə adalar, Puerto Rico. Ən egzotik olmuşdu. Çünki fərqli mədəniyyət idi, fərqli insanlar idi. Hər şey fərqli idi. Ona görə onların arasında bunu seçərdim. Karib adalarında olan gəmi gəzintisini. Nə keçir ürəyinizdən bax hal-hazırda? Onu istəyirdim sizə. Dənizlə bağlıdırsa, mənim ürəyimdən keçir ki, bir Xəzər dənizi boyunca da bir səyahət edim. Televiziya proqramı açmaq hansı zərurətdən yaranır? Zərurət deyil idi. Mən dediyim kimi, mən uşaqlıqdan jurnalist olmaq istəyirdim və eyni zamanda mən səyahət etməyi çox sevirdim. Bu uşaqlıqdan ya valideynlərim bu fürsəti yaratmışdılar. Özləri də uşaq olarkən bizi gəzdirirdilər, bacım, qardaşım. Və bu səyahət eşqi və jurnalistika eşqi birləşdi, proqram ərsəyə gəldi. Sadəcə Azərbaycanda həmin anda belə verilişlər yox idi, səyahət verilişləri yox idi. İnsanlar öz doğma dillərində xarici həyatla tanış olmaq istəyirdilər və o vaxt internet də yox idi, o qədər gediş-gəliş də yox idi, insanlarda o qədər imkan da yox idi xaricə getmək. Ona görə belə bir deyim var, deyirlər ki, lazımi məqamda, lazımi yerdə oldum. Yəni, bax, qismətim elə oldu. Maraqlıdır. Səyahət proqramı sizə görə televiziya məkanında bu qəbildən olan boşluğu doldura bildimi? Məsələn, televiziyalarda bu proqramların sayı azdır və ümumiyyətlə yoxdur. Doldurmadı qətiyyən. Mənim zənnimcə hər bir televiziya kanalında səyahət verilişi olmalıdır. Çünki səyahət verilişi yalnız belə bir maraqlı, bir əyləncəli deyil. O həm də maarifləndiricidir, həm də insanlara yeni adətləri, yeni hansısa ənənələri, yeni tendensiyaları, yeni yaxşı şeyləri öyrədən bir proqramdır səyahət verilişləri. Çünki yaxşını da görürsən, pisi də görürsən, müqayisə edirsən, nəyisə deyirsən ki, kəş o bizdə olaydı, nəyisə fikirləşirsən ki, kəş bizdəki orada olaydı. Ona görə mən düşünürəm ki, səyahət verilişləri əyləncəli verilişlər deyil, onlar maarifləndirici verilişlərdir. Mən ona görə tərəfdarıyam ki, hər bir televiziya kanalında səyahət verilişi olsun. Sayı çox olsa da. Sayı çox olsun. Mən başa düşürəm ki, burada əsas maliyyə problemləri var. Çünki xarici səfərlərlə əlaqəli verilişlər, onlar getmək var, gəlmək var, aviabiletlərdir, otellərdir və s. Mən başa düşürəm, amma eyni zamanda düşünürəm ki, özünü doğruldur. Nə qədər sərmayə buraxılsa da belə verilişlərə, onun faydası daha çoxdur. Mənim zənnimcə. Doğrudan da maraqlı oldunuz. Azər Qərib ekranın sevilən üzvlərindən biri oldu. Çox sağ olun. Hardasa bu sizə şöhrət gətirdi. Bu sizin üçün nə qədər əhəmiyyətlidir? Bu şöhrət sözündən biraz çəkinirəm, çünki şöhrət sözünün çəkisi ağırdır. Tanınmış oldum, belə deyək. Yəni, məni tanımağa başladılar. Azərbaycanda tanınmağım mənim üçün kifayətdir. Bir də çox gəzən, çox bilir. Bununla razısınız. Bu bilirsiniz, mənə ən çox tez-tez verilən sualdır. Çox gəzən çox bilər, ya çox oxuyan çox bilər. Mən həmişə cavabım eynidir ki, çox oxuyan çox bilər. Mən burada yalnız dərslikləri demirəm, mütaliəni də deyirəm. Yəni, mənim formalaşmamda ailədən, məktəbdən, küçədən savayı çox böyük rolu olub kitabların. Yəni, mən oxumağı sevmişəm. Ona görə mən düşünürəm ki, insan oxumalıdır. Həm dərs
olaraq oxumalıdır, həm də kitab olaraq oxumalıdır. Çünki səyahət sənə dünya görüşünü artıra bilər, nəyəsə yeniliklər görürsən, yeni insanlarla tanış olursan. Amma savad, bilik səyahət vermir. Ona görə oxuyan çox bilər. Səyahət zamanı ən çox darıxdığınız məqam nə olub? Səyahət zamanı ən çox darıxıram yaxınlarım üçün. Bakı üçün darıxıram, bir də mətbəximiz üçün darıxıram. Bilirəm ki, bu biraz komplimentar səslənir. Bir Azərbaycanlı olaraq mən Azərbaycan mətbəxini tərifləməliyəm. Mənim obyektiv fikrimdir. Həqiqətən də Azərbaycan mətbəxinə, onun çeşidinə görə, təamlarına görə çatan yoxdur. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? Göyərtəmizdə indi yelkənli sualların vaxtıdır. Suallarımız qısa olacaq, cavablar da qısa olacaq. Hazırsınız? Ola bilər hansı suala çox qısa cavab olmadı, olar? Olsun, problem yoxdur. O zaman başlayaq. Azər müəllim, hansı səyahət vasitəsini üstün tutursunuz? Gəmi yoxsa təyyarə? Əgər istirahətdirsə, gəmi. Əgər A punktdan A məntəqəsindən B məntəqəsinə çatmaqdırsa, əlbəttə ki, təyyarə. Təyyarə. Ən sevdiyiniz liman? Valetta, Malta dövlətinin paytaxtı Valetta şəhəri. Nəyə görə? Ona görə ki, orada gəmi, kruiz gəmiləri düz şəhərin mərkəzinə gəlir. Yəni gəmidən düşürsən, olursan şəhərin mərkəzində. Bir sözlə, vurulduğunuz şəhər o hansıdır? İlk baxışdan vurulduğum şəhər London olmuşdu. Bəs etibarlı yol yoldaşınız kimdir? Özüm. Səyahət zamanı diqqətinizi ən çox cəlb edən nədir? Bir sözlə deməzdim və bir hadisəyə aid deyil. Mənim diqqətimi cəlb edən bizə qeyri-adi olan vərdişlərdir, adətlərdir, ənənələrdir. Məsəl üçün, Taylandda uşağın başını sığallamaq olmaz. Yəni, kənardan kimsə uşağın başını sığallayırsa, o valideynlər çox belə kəskin reaksiya verə bilərlər, mənfi reaksiya. Ona görə getməmişdən öncə əlbəttə ki, həmin ölkənin adətlərini öyrənmək lazımdır. Mütləq şəkildə. Rastlaşdığınız qeyri-adi hadisə? Elə yəqin ki, öncəki sualdakı cavabı verərəm. Qeyri-adi idi, çünki mənə irad bildirdilər. Mən belə şirin bir bala gördüm Taylandda. Başını sığallamaq istədim. Mənə çox kəskin reaksiya verdilər ki, olmaz. Sizi ən çox motivasiya edən nə olub? Məni ən çox motivasiya edən digərlərinin uğurlarıdır. Çünki insan var, digərinin uğuru onu demotivasiya eləyir. Oturur, həsədini aparır, nəsə. Mən əksinə düşünürəm ki, əgər o bacarıbsa, mən də deməli bacararam. Yəni, digərinin uğuru mənim üçün motivasiyadır. Necə bilirsiniz, Azər qərib risk etməyi sevir, yoxsa ehtiyatlı davranmağı? Bilirsiniz, o yaşla bağlı olan bir şeydir. Məsəl üçün, cavanlıqda risk etməyi çox sevirdim. İndi artıq yaşa dolmuşam, ona görə ehtiyatlı davranmağı daha çox üstün tuturam. Və sonuncu sualım, hansı səyahətdən imtina etmisiniz və nəyə görə? Mənim Cənubi Afrika ölkəsinə səyahətim var idi, Cənubi Afrika Respublikasına. Və son məqamda imtina etdim, heyfslənirəm, bu günə qədər heyfslənirəm ki, niyə imtina etdim. Nəyə görə imtina etdim, onu deməməyim daha yaxşı olardı. Amma ümid edirəm ki, nə vaxt sonra yenə qayıdacam. Və sonda Venta Yaxtaya təşəkkürümüzü bildirmək istəyirik bu cür gözəl şəraiti yaratdığına görə. Səyahətlər çox vaxt macəra pərəstlərin arzusudur. Bəs sizə görə səyahət nədir? Səyahət mənim üçün ilk növbədə həyat tərzidir. Ondan sonra macəradır. Ondan sonra yeni şəhərlər görmək istəyidir. Və yeni insanlarla tanış olmaq. Mən xaricdə olanda yeni insanlarla tanış olmağı sevirəm. Azərbaycan haqqında danışmağı sevirəm. Onlardan nəyisə öyrənirəm, onların ölkələri haqqında. Səyahət
həyat tərzidir, belə deyək. Səyahətə başlamaq və ya bu işi özünə hobbi seçən bir insan ilk olaraq nəyi bilməlidir? Amma indiki zamanədə internetin bu yayıldığı zamanlarda nəyi bilmək istəyirsən, 2 kliklə hər şeyi bilmək olar. Ona görə mənim zamanəmdən fərqli olaraq, yəni biz o vaxt xaricə gedəndə heç bir məlumatımız yox idi. Elə oradan-buradan nə eşidirdi, o idi. İndi səyahətə gedən insan, mən də deyirəm, 2 dənə kliklə hər şeyi öyrənə bilir, hər şeyi bilir. Ona görə mən heç bir tövsiyə verə bilmərəm. Azər müəllim, çox ölkələrdə olmusunuz. Bunların içində hansısa ən çox bəyəndiyiniz ölkə və ya şəhər varmı ki, ora bir də qayıtmaq istəyirsiniz? İstəyirəm və qayıdıram da. Şəhər olaraq Londonu sevmişdim ilk baxışdan. Ölkə olaraq İtaliya. Və imkan olanda İtaliyaya gedirəm. Mən çox sevirəm. İtaliyanı sevirəm, İtalyanları sevirəm. Mətbəxlərin içində İtalyan mətbəxini sevirəm. Xarici mətbəxlər sırasında. Həçin bizim mətbəxə çatmır dediyim kimi, amma sevirəm. Onlar da bizi kimi dəlisovdular, onlar da bizim kimi zövqlüdülər, onlar da bizim kimi geyməyi sevirlər. Siz mərddirlər, dostluqda da mərddirlər, düşmənçilikdə də mərddirlər. Həm də İtaliya o qədər gözəldir ki, yəni İtaliyanın daşı atırsan gedib gözəlliyə dəyər. Həm də İtalyan qadınları bizim qadınlar kimi çox zövqlüdülər. Özlərinə baxandılar, dəbli geyinirlər. Yəni o qədər bizim oxşar məqamlarımız var ki, İtaliya mənim üçün elə bir ki, ürəyimin bir parçasıdır. Və son sualım belədir. Ölkəmizdə görmək istədiyiniz və ya arzusunda olduğunuz nədir? Mən Kəlbəcəri çox görmək istəyirəm. Kəlbəcərdə heç vaxt olmamışam. Və gözləyirəm ki, mən Kəlbəcəri necə istəyirəm. Mən istəyirəm orada o hansı ki layihələr var, onlar başa çatsın, mən onu belə parlaq vəziyyətdə görüm. Verilişimizin növbəti rubrikası Sualım var rubrikasıdır və biz keçid alırıq bizim qutumuzun yanına. Sual qutusunun yanına və baxaq görək verilişimizdəki keçən qonağımız sizə nə sual ünvanlayıb. Cavab qutunuz yoxdur? O da olacaq. Buyurun. Bu sizin sualınızdır. Səsləndirin. Sənətinizlə bağlı qürur duyduğunuz ən böyük uğurunuz hansıdır? Ən böyük uğurum yəqin ki, belə bu günə gəlib çatmağımdır. Mən veriliş müəllifi olmaq arzulamışam, oldum. Səyahət etməyi arzulamışam, səyahət etdim. Baba olmağı arzulamışam, baba oldum. Maşallah. Sağ olun. Bütün insanların başına. Yəni budur, mənim ən böyük uğurum budur yəqin ki. Arzuladığınız bütün hər bir şey həyata keçir. Hər bir şey yox. Hələ bir çox məqamlar var ki, nəvənin toyu görmək istəyirəm. İnşallah, onu da görəcəyiz. Bütün ölkələrə səyahət etmək istəyirəm. Nəticə görmək istəyirəm. Arzular çoxdur. İnsan nə qədər ki arzu var ürəyində, o qədər yaşayır. O ki arzu, ürəyində heç bir arzu qalmayanda yaşamağın nə mənası var? Arzular tükənməzdir. Ancaq. İstərdim növbəti verilişimizin qonağına siz də bir sual ünvanlayasınız və Bilirsiniz kim olacaq? Bilmirik. Bəzən bir insanla söhbət edirsən və anlayırsan ki, danışılanlar söz deyil, yaşanmış həyatdır. Bəli, maraqlı hekayələrlə dolu bir söhbətimiz burada yekunlaşır. Azər Qərib isə qərib ölkələrə səyahətlərini davam etdirir. Oralarda nə var, nə yox, bunu siz də biləcəksiniz. Bugün limanda daha bir görüşümüz geridə qalır. Xatirələr hərəsi bir anın yaddaşımıza yazılan şəklidir. Düşüncələrə səyahət uzaq yolların sonunda bizi limana qaytarır. Siz də limanla qalın. Yeni görüşlərə dək.